Salam əziz uşaqlar. Bugün mən sizin üçün dördbucaqlar bölməsindən möhtəşəm bir sualın yenə izahını çəkəcəm. Deməli, bizə nə deyir? Deyir, ABCD paralleqramının perimetri 24'dür. Yəni, x bilirik ki, biz paralleqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Perimetr 2 x üstə gəlsin y-in cəminə bərabərdir. Verib mənə 24. Mən də buradan x üstə gəlsin y-i 12 alsam, bunu saxlayıram. Keçirəm digər məsələyə. Deməli, və mənə kiçik diaqonalını verib 8. Bu şəkildə qəşəng çəkirəm buradan. Buranı 60 dərəcə, buranı 8. Uşaqlar, mən buradan bir perpendikulyar endirsəm, 90 dərəcəlik bucaq. Yəni, buradan hansı üç bucağı görürük biz? 60, 90 və 33 bucağını görürük. 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni, bu tərəfi olacaq 4, çünki 8-in yarısı olacaq 4. 60-ın qarşısındakı tərəfi isə digər katerin 4-də 3 mislinə bərabərdir. Mən də qeyd eləmişəm ki, bura x-dır. Deməli, mənim bu balaca, bu hissəm olacaq neçə? X çıxılsın 4. Digər tərəfdən, axı mənim digər tərəflərim y idi. Mən buradan y-i tapsam, 12 çıxılsın x. Yəni, y-in yerinə yazacağım ki, 12 çıxılsın x. Buradan yenə mən düzbucaqlı üçbucaq almış oldum. Yəni, bax, bu düzbucaqlı üçbucaqdan mən buradan x-i tapacağım. Yəni, keçirəm, x çıxılsın 4-ün kvadratı. Üstə gəl 4 kök altında 3-ün kvadratı bərabərdir 12 çıxılsın x-in kvadratına. Yəni, x kvadratı çıxılsın 8x üstə gəlsin 16 plus 48 bərabərdir 144 çıxılsın 24x üstə gəl x-in kvadratı. Hər tərəfdən x-in kvadratlarını atsam, nə qalır? Qalır ki, deməli, 16, x-lar bir tərəfə keçirsəm, bax, 24-ü keçirdirəm tərəfə, yəni 24 çıxılsın 8, 16x bərabərdir. 144-dən də çıxacam, deməli, 16-dan 48-in cəmi 64. 16x bərabərdir 80, x da bərabərdir 5. Əgər mən x-i 5 aldımsa, aparıb burada x-in yerinə 5 yazsam, 5 çıxılsın 4 olacaq 1. Yəni, mənim paralleqramın bir tərəfi, yəni, bax, x tərəfim olacaq 5. Məndən də elə 5-i soruşurdu. Amma mən digər tərəfi də tapsam, yəni, y tərəfini tapsam, axı mən bilirəm, y-imiz 12 çıxılsın x-dır. Yəni, 12-dən çıxsam 5-i olacaq 7. Paralleqramın hər iki tərəfini tapmış oldum. 5 və 7.